Salam əziz, gözəl, dəyərli izləyicilər. Kanalımıza xoş gəldiniz əzizlərim. Zəhmətkeş, gözəl izləyicilər. Düzdür, bəziləriniz alın təri ilə çalışanlar, evində yük daşıyanlar, iş axtaranlar, ailəsi üçün dirənənlər, uşaqları üçün səbr edənlər, borcu olan, borcunu bağlamağa çalışan insanlar, dərdli, sıxıntısı olan dostlarım. Allah sizlərin yolunuzu açıq eləsin. Arzularınızı tez yerinə yetirsin. Dərdlərinizi, sıxıntılarınızı uzaq etsin. Rəbbim sizin yanınızda olaraq hər bir çətin işinizi asanlaşdırsın əzizim. Allahın köməyi, dəstəyi üzərinizdən əksik olmasın. Allah köməyiniz olsun. Huzur, gözəlliklər gətirsin həyatınıza əzizlərim. Bugün dilək proqnozunu sizə bildirmək istəyirəm əzizim. Birinci fincan, ikinci fincan, fincanları belə qoymuşam ki, tez yəni biləsiniz. Bəziləriniz belə arzulayırsınız. Yəni kim nə arzulayırsa bir də görürsünüz ki, o sizin arzularınızı yerinə yetirirəm əzizlərim. Birinci fincandan başlayaq. Üzr istəyirəm çox danışdığım üçün, vaxtınızı aldığım üçün. Qat-qat sizdən üzr istəyirəm. Birinci fincanın niyyətini tutanlar üçün sevdiklərimə fincanı açdım əzizlərim. Bax, bu fincanın niyyətini tutanlar, bəzi həyatınızda aksaqlıqlar olmuş. Çünki nankör insanlara çox rast gəldiniz. Xəyal qırıqlıqları yaşadın. Yəni, baxdın sağım, solum, niyə bu qədər yalan, niyə intriqalar, niyə oyun oynayanlar, yarım qalmış işlərin oldu. İrəliyə gedə bilmədin. Biraz enerjin düşmüş kimi. Bəzilərinizin göz yaşları dağınıq kimi çıxdı əzizin fincanda, amma toparlanmağa başlayacaqsınız, güclənəcəksiniz. Düzdür, bəzi vaxt yarı yolda buraxıldın. Çevrə baskısı oldu. Bəzi şeylərdən ötürü bəzi dağınıqlıqlar. Yəni, çox vaxtınızı qaçaqovda oldunuz. Depresiya halına düşdün bəzən. Adında E, Q, Z, S hərfi. Diqqət et. Bəlkə də üzvə gülüb, söz alıb, dost kimi özünü göstərənlər oldu. Amma baxdın ki, dedin, elə deyil. Düşmən kimidir. Qısqanan birisidir. Bir nigah haqqında düşünürsünüz. Çox uzun çəkdi nigah. Elə bir ayrı-ayrı üç evdə bir oyun, sizə qarşı bir oyun mu fikirləşirlər? Ya oyun qurmaq istəyirlərmi? Haqqında bəzi dedikodular var. Amma inanın ki, sizin əliniz göydə dualar edirsiniz. Siz üçün dualar edənlər də var yaxşı yollarınızdan ötürü. 12-si ilə 14-ündə elə bu tarixlərdə öz nəsibinə çata bilərsən. Gözəlliklər gələ biləcək. 10 gün içində biraz yaşadıqların var, dağılmış kimisən, elə bir hörümçək toru kimi sıxıntıların var. Biriləri sizi çox düşünür. Bəzən sənin ruhun daralır. Biri ilə əlaqəli ən həssas, bəlkə də ailənlə əlaqəli həssas nöqtədəsən. Dəyər verdiyin insan tərəfindən vuruldun elə bir. 3 həftə içində bəzi sıxıntılarınız ola bilər. Fevral ayında mı, yanvar, fevral, mart aylarında bəzi şok yaşadıqların oldu, çətinliklərin oldu. Amma artıq öz dəyərini biləcəksən. Qısqanclıqlar var sizə qarşı. Hər şeyin zamanı gözləyirsən. Buraxmaq lazım gələn bir şeyi artıq buraxacaqsan. Yoluvu, yönüvü dəyişəcəksən. Çox əzimlisən, xəyallarla bağlanmışsan bəzən. Amma qorunma altında olacaqsan. Düzdür, nə qədər yaralar vura bildilər sənə. Yəni, ürəyində bəzən vəsvəsə, qorxular, arxandan danışılan yalanlar, bəzi şeylərdən məmnun olmayan insanlar var. Qaçdın, qovdun, hər yaxşılıq elədin, amma məmnun deyil səndən. Məmnun olmayan insanlara üzvü çövrüb deyəcəksən ki, artıq bəsdir. Artıq bəsdir. Enerjin çox təmizdir əzizim. Ruhən enerjin təmizlənməyə də doğru gedir. Bir işin elə bir içindən çıxa bilmirsən. Amma çıxacaqsan, çünki içinlə danışırsan.
Ağlında biriləri var. Sənətlə əlaqəli bir imzalanma, bir plan edirsən elə bir. Ayın sonuna qədər bir xəbər alacaqsan, bir fərəhlənmə ola biləcək. Elə bir birilərini düşünürsən, gözləyirsən elə bir. Söhbət, danışıqlar gedəcək elə bir. Soyuq birilərinin davranışı, amma bir araya gələcəksiniz. Təsadüfi birinin görüşün ola bilər. Önəmli qərar verəcəksən. İstəyir kim anlayır anlasın, anlamayan anlamasın deyirsən. Çalışmaqdan yoruldun. Çox işlər görürsən. Yavaş-yavaş əlinə maddiyyat gələ biləcək, söhbətlərin ola biləcək, askıya alınmış işlərini get-gedə yaxşı edəcəksən. M hərfi sənə dəstək ola bilər. Tam hər şey düzəldiyi anda bəzən işin pozulur. Fikirləşirsən, nədəndir bu? Bəzən öz həyatından məmnun ola bilmirsən. Zehninə qoyduqlarını edəcəksən. Sənin üzərində əzim negativ var bəzilərinizdə. Bax, işiniz getdiyiniz yerdə işiniz pozulur. Fərqli şeylər yaşaya bilərsən. Çarəsiz kimisən. Yaxşı getməyən işlərin oldu, göz yaşların oldu, negativ enerjilər oldu həyatında. Adında R, N, M, Q hərfi bir qadın enerjisi sizə təsir edə bilər. Dedikodular, sevdiklərin üzərində bax, onlarla bağlı yaranmış bəzi negativlər var. Elə bir bəzən özün vücudunda belə ağırlıqlar, sıxıntılar, streslər yaşayırsan, gecələr yuxularında biraz qarışdırırsan, yuxusuzluqlar. Hər şeyi yavaş-yavaş çözəcəksən əzizim. Bir çoxluq arasına ya bir qrupa girdiyindən bəli həyatında dəyişikliklər var elə bir. Artıq o qrupdan çıxmaq istəyəcəksən əzizim. Əlvi göyə qaldırıb dualar edirsən. Bax, bir 15-20 gün bəzi işlərin istədiyin kimi getməyə bilər, amma 15 gündən sonra işlərin yavaş-yavaş yaxşıya doğru gedəcək. Ailədən bəzilərinizin alışqanlığı var. Ondan uzaqlaşmağını istəyirsiniz. Xəyanət edən biriləri narsist kimi biriləridir. Səni hələ həmişə səni günahlandırır. Amma ondan yavaş-yavaş uzaqlaşacaqsan, üçlü bir sevgi içərisində ola bilərsən. Bir aldadılma ola bilər burada. Diqqətli ol əzizim. Üçlü sevgidən uzaqlaşsan yaxşıdır. Yəni gecə tezi başın ağrıya bilər. Mənəvi sıxıntılar, sosial mediadan vaxt keçirəcəksən, elə bir bəzi sirləri öyrənə biləcəksən. Fırıldaq biriləri, manipulyatçı olan biriləri fərqində olacaqsan. Ədalətsizliklər yarandı bəzən həyatında, ədalət axtarırsan, gözə nəzərə tez gəlirsən, işlə əlaqəli zehnin bəzən qarışıq ola bilər, çözülməyən işlərini, yükünü çözəcəksən, rahatlanacaqsan əzizim, xəyalına çatacaqsan, hədəfinə çatacaqsan, gələcəklə əlaqəli bir plan sevindirəcək səni. Qaçaqovda biraz olacaqsan, birilərini unuda bilmirsən, o da unuda bilmir əzizim, qovuşmaq istəyirsən. Amma uzaqdan səni biriləri izləyir əzizim. Artıq o birilərin özündən uzaqlaşdırdığına görə onu saymayacaqsan artıq. Artıq uzaq olacaqsan. 4 nəfər, 3 kişi, bir qadın. Bir plan edəcəksiniz. Gələcəklə əlaqəli bir planı həyata keçirmək istəyəcəksiniz. 15 gündən sonra və ya 15 gün içində bəziləriniz nəsib qismətinizə çata bilərsiniz. Evin içində ilan kimi biriləri var. Hey burnunu hər yerə soxur, dırdır edir, hər kəsini, aləmi qatır qarışdırır evdə. Biraz dağılmış kimi olursan səndə. Keçmişi atsanız siz üçün yaxşı ola biləcək. Düzdür, bəzən keçmiş elə keçmiş olur ki, insan o keçmişi unuda bilmir. Amma çalışın, yaşamaq istəyirsinizsə, irəli getmək istəyirsinizsə, inanın ki, həyat yəni qısadır, necə qısadır? Yəni ölümlü dünyadır əzizim. Heç kəs bu dünyada qalası deyil. Ona görə o həyatımızı elə yaşayaq ki, onsuz ola bilər hər bir insan çətinliklə zirvəyə qalxır. O çətinliyə üsyan etməyək. Səbr edək, düzdür. Bəziləriniz deyirsiniz ki, səbr, ay xanım, nə qədər səbr eləyim mən? Səbrim tükəndi. Səbr etdikcə heç bir şeyim alınmır. Əzizim, oturduğun yerdə həyat asan deyil. Oturma. Dualar, zikirlərə bağlanıb, o deyirəm, hərdən zikirlər edin, dualar edin. Evdə oturub dua etməklə, zikir etməklə bir şey açılmayacaq siz üçün, əzizim. Dualarınızı edərək, zikirlərinizi edərək, necə deyərlər, hərəkət edin, axtarın, planlar qurun, gələcəyi düşünün.
çətinlikdən çıxırsınız bu fincanın niyyətini tutanlar. İnşallah ki, avqust ayından bəziləriniz artıq elə bir sevinç içində yavaş-yavaş işləriniz, özünüz işinizin yaxşı getməyinə, yəni gözə gətirə bilərsiniz. Çalışın ki, boşa verin, gözə gətirməyin ki, işləriniz çətinliyə düşməsin. Sevinəcəksiniz, işləriniz yavaş-yavaş yaxşıya doğru gedəcək. Noyabr ayında bir sevinciniz ola biləcək, əzizim. İlin sonuna kimi birilərinizin muradına çatacaq, əzizim. Amma bəziləriniz 9 ayın içində niyyət etdiyiniz sevinəcəksiniz, əzizim. Bax, övladı olmayan, qucağı boş qalan, inanın bəlkə də ümidini çəkmiş, yəni ki, artıq Allah vermirsə demək nəsib deyil mənə övlad deyir, amma mən sizi yenə deyirəm, verən də Allahdır, alan da Allahdır. Biz, yəni mən onun yerinə danışa bilmərəm, əstağfurullah olsun, amma gördüyümü, bildiyim, bilmirəm kim baxır, kim niyyətinə bu fincan çıxıbsa da İnşallah ki, anidən bir hamiləliyi sizi sevindirəcək, əzizim. Neçə illərdir müalicələr aldınız, neçə illərdir ocaqları gəzdiniz, artıq yığışıb oturdunuz ki, öz həyatınızla barışdınız. Amma inanın ki, Allah sizi sevindirə biləcək, bunu hiss edərək, görərək mən sizə deyirəm, qucağınız inşallah boş qalmayacaq. Bəzilərinizin arzusu var, uzaq ziyarətgahdır. Yay aylarında uzağa ziyarətgaha yolunuz anidən açılacaq, təklif gələcək sizin üçün. Bir də ki, pasportdur, bilmirəm sənəd işlərinizdir, viza məsələlərinizi çox çətinliklə cavabını gözləyirsiniz, cavabı gələrək sevinəcəksiniz. Diqqətinizə görə var olun, sağ olun. Keçək əzizlərim, ikinci fincanımızın niyyətini tutanlar üçün, əzizlərim. İkinci fincanın niyyətinə tutanlar üçün bütün niyyətiniz tezliklə həyata keçsin, nə arzulayırsınızsa Allah Teala sizə artıqlamasıyla gözəlliklər yetirsin, əzizim. Bax, əzizlərim, əziz izləyicilərim. Bax, ikinci fincanın niyyətini tutanlar elə bir kontrolü əlində tutmusan. Elə bir qarşı tərəfdən səmimiyyət görməyəndə, baxırsan ki, doğrudan da səmimiyyət olmayanda ortada bir gözəllik olmur. Bəziləriniz 10 ildir, bəziləriniz 15 ildir çətinliklər çəkdiniz. Həyatında quyular mı qazdılar, oyunlar mı etdilər, sıxıntılar yaşadın. Üçüncü şəxslər sənə mane oldular, qısqandılar. Amma sənin ah etdiyin biriləri var. Allaha həvalə etdin. Başqalarının fikirlərinə diqqətli olmaqdan yoruldun. Amma güclüsən. Hər şeyin ötəsindən gələ bilirsən. Toparlanacaqsan, yeni başlanğıclara hazır olacaqsan. Bir şeylərinin sonlanmasını istəyirsən, əzizim. Yanlış bir sevgi, yanlış bir məsələ, bir şeyləri buraxmalısan, fikirləşirsən. Yoruldun çünki. Peşman olan, qarışıq duyğusu olan biriləri var. Biriləri keçmişdən olan biriləri həyatında peşmançılığı var. Əksiklikləri tamamlamaq zamanı baxırsan. Buraxa bilmədiyin bağımlılıqlar var içində. Aranızda elə bir iplərin qopması. Elə bir ki, öz qərarlarını rahat verə bilmirdin vaxtı ikən. Biriləri sənin ağzına baxır, səndən söz almaq istəyir. Amma ağzından bir sözü buraxdığına görə, çıxartdığına görə, üzr istəyirəm, söyləməzdim gərək deyirsən. Askıda buraxıldığın məsələlər oldu həyatında. Qarşı tərəfdən dəqiq danışıq, dəqiq sözlər görə bilmirsən, eşidə bilmirsən. Nə qədər əmək verdinsə, duyğular belə askıda qaldı. Amma önün gözəl aydınlıqlarla açılır. Bəzi yollarda taxılıb qalmısan elə bir. Önünə bax. Çalış əzizim. Olmursa demək ki, olmur. Sən önünə bax. Bax, biriləri teksənsə, biriləri anidən səni görən kimi aşiq ola bilər, ya sən aşiq ola bilərsən. Ailə içində saxlanan məsələlər var. İçində tutduqların var. Fərqli düşüncələrin var. Diqqət çəkəcəksən bu aralar. Gözlədiyin məsələlər ola biləcək. Dövlət müəssisəsində işlərin ola bilər. 3 işin olacaq elə bir. Onu həll edəcəksən.
Keçmişdə olan bəzi şeyləri zehnində saxlamısan, amma yorulmusan, susqunsan, içinə atdıqların oldu, ağlında düşüncələrin var, bir sınaq haqda düşünürsən. Bir işə görə xəyal qurmusan, tamamlayacaqsan. Orta boylu biriləri sizi düşünür. Ailədə, çevrəndə, tanıdığında xərçəng, əqrəb varsa, biraz ona diqqət et. Sizə ilişib sanca bilər sizi. Çünki siz bu aralar dalğınsınız. O da sizə yaxınlıq, yavaş-yavaş xoş sözlə axırı sizi sanca bilər. Bu aralar biraz sinirli, əsəbi olacaqsan. Keyfini qaçıranlar ola biləcək. Əziyyətlə bir yerlərə çıxacaqsan. Artıq gücünü göstərmək istəyəcəksən. Anlaya bilmədiklərin var. Sən bilirsən necə insan istəyirəm deyirsən. Məni canından çox istəyən birilərini istəyirəm. Amma onu bilin ki, əzizim, səni canından çox istəyən axtarırsansa, o anadır. O anadır, əzizim. Düzdür, bəziləriniz deyirsiniz ki, anam mənə heç həyat, yəni yardım olmadı, dəstək olmadı, anam soğuqqanlı oldu, belə hələ deyənlər var, düzdür. Ola bilər, anadan anaya təfavütü var, yəni fərq var. Amma yenə də anadır. Nə etsə də yenə anadır. Birilərinə qarşı şübhələrim var. İnsanı duyğularla yaxınlaşdırdıqca sizin duyğunuzu sümürür o insan. Bax, bunu bilib sən üzülürsən. Bəzi şeylər bitəcək. Düzdür, fikirləşirsən ki, bəzi şeylər bitəcək, bitirəni bitirəcəm, amma yaxşı olmayacaq düşünürsən. Yaxşı düşün ki, zehnini yaxşılıqlarla doldur. Sənətinlə əlaqəli bir şeylər edəcəksən. Bəlkə də aşbazsan, bəlkə də gözəl bir sənətinlə rəssamsan. Yəni, öz sənətinlə irəli getmək istəyəcəksən. Əlində olanlara şükür edəcəksən, şükür edən insansan. Sevgi həyatınla mücadilə edirsən, sıxıntıların var. Amma toparlanacaqsan. Məhkəmə işlərin varsa, məhkəmə işlərin bitəcək. Həyatına yeni biriləri girə bilər. Amma sənə söz verib sözün üstündə durmayanlar var. Ona qırılırsan. Üzləşmələr yaşaya biləcəksən. Bax, ailədə və ya ola bilər çevrəndə, əzizim. Ailədə də sevgi olur. Niyə olmur ki? Məsələn, bacıdır, qardaşdır, səni sevir. Yenə deyirəm, xərçəng, balıqlar, əqrəb bürcü varsa çevrəndə, ailəndə, sənə sevgisi ola bilər. Amma səni manipulə də edə bilər. Biraz buna da diqqət edin, əzizim. Şir, ox atan, qız, buğa, oğlaq bürcü olan biriləri ilə də sevgi başlaya bilər. Amma çevrəndə biriləri var, ağlayır, zırlayır, başa düşürsən, hələ yox, yox, yox deməkdən artıq özü yoxa çıxarır hər bir şeyi. Ondan uzaqlaşacaqsan. Xərçəng, balıq, əqrəbə də diqqət et. Mən deyərdim ki, bu fincanın niyyətini tutanlar, su qrupuna aid olanlara diqqət et ətrafında. Ani bitişlər yaşaya bilər. Önünə əngəl qoymaq istəyənlər ola bilər. Bax, bir qadın bu may ayın axırına biriləri ilə güclü bir mübahisən ola biləcək. Ailədən baskı var sənə qarşı. Elə bir, bax, bu sizə elə bir xəbərdarlıq gəlir, bax, burada. Qıraqda elə bir yazıq, məhsum görünən bir qadın var. Amma çox təhlükəlidir. Ola bilər, onunla mübahisə də, üzləşmən də ola bilər. Buna diqqət et. O qorxunun üzərinə gələcəksən, əzizim. Biraz diqqətli ol. O qadın belə özündən çox razı kimi danışacaq. Yüksəlişin olur, bax, önün açılır. Sənin hisslərin o qədər güclüdür ki, əzizim, o sənin hisslərin güclü olaraq düzgün olacaq hisslərin. Yəni, öz hisslər və güvən. Hisslərin səni aldatmayacaq, əzizlərim. Gerçək, yəni üzünü gördüyün insanlar ola biləcək, maskası düşən insanlar ola biləcək. Çünki sən qırıldın, qırğınlıqlar yaşadın. Öz mənfəətini güdənlər var. Bəzilərinin pis günündə də, yaxşı günündə də onları görərək
artıq ələkdən keçirib, necə deyərlər, bəzi insanları yoxladım. Əmin olduğun insanları ətrafında saxlayırsan artıq. Yəni, yaxşı günümdə yanımda oldular, pis günümdə yanımda olmadılar. Nə edirəm mən o insanları? Kimin nə halı var görsün. Ya qara, ya ağ. Vecimə deyil deyirsiniz. Tükənmisən çünki. Səbri çox etdin. Artıq səbrim tükəndi deyirsiniz. Həyatda çox şeylər, düzdür, çətin günlərin oldu. Çətin həyat yolların oldu bəzilərinizin. Amma artıq üzünüz gülməyə başlayacaq. Bəziləriniz bax, biraz sağlıqla əlaqəli özünüzə fikir verin. Bəzi viruslar keçirə bilərsiniz. Soyuq dəymə, anidən qızdırma, öskürək, sinədə bax, görürsünüz, bəlkə də xəbəriniz yoxdur. Zobunuz da var orada, elə bir tıxanlıq qalmış, neysə ağrılar, kis, zob ola bilər. Biraz bax, gedib yoxlanın, həkimə müraciət edin. Elə bir bəzən həkimdən qaçırsınız, elə bir adi dərmanları içəndə belə müalicə edəndə onu yarımçıq qoyanlar var əzizim. Biraz sağlığınıza fikir verin, bu fincanın niyyətini tutanlar. Böyrək, öd, mədə bağırsağına əlaqəli. Sevgi problemləri yaşana bilər, bir ayrılıq ola bilər. Bəlkə də ayrıldın, ayrıldığın insan geri dönə bilər. Sənin zamana buraxdığın bəzi şeylər var. Kimsə yaşatdığını yaşayacaq, düzdür, deyirsiniz ki, mən heç görmədim. Yəni, mənə yaşatdıqlarını, o insanın yaşadığını görmədim. Səbirli ol. Görəcəksən, əzizim. Görəcəksən. Tələsmə heç vaxt. Axara burax. Bir mal paylaşması olacaq. Bəlkə də mirasla əlaqəli mal paylanacaq. Bir vəsiyyətnaməni üzə çıxaracaqlar. Sənin unuda bilmədiklərin var. Bəzisindən nə qədər uzaq olsam, o qədər də rahatam deyirsən. Çünki həyatına müdaxilə edənlər oldu. Çox çabaladın, çox çalışdın. Amma mükafatın da olacaq əzizim. Əlin qolun bağlı kimi oldu. Birilərinə nəsə demək istəyirsən, deyə bilmirsən. Ağır yükün var. Amma qarşı tərəf sənin üzvü güldürəcək əzizim. Belə əsmər kimi bir qadın sənə ilişə bilər. Ya, ağ deyil, belə sarımtıldımı, qarabənizdimi, belə biraz açıq tenli. Sənə ilişə biləcək. Biraz ona diqqət et əzizim. Bu aralar iyun ayın axırına qədər evvə girən qohumdumu, qonşudumu, tanışsımı, dostumu, evvə girən çıxana bax yine. Biraz diqqətli ol. Evvə negativ qoya bilər. Kompüterlə övladındımı, ya özündümü çalışırsan, bir yeni kompüterimi almaq niyyətindəsən, telefon almaq niyyətindəsən, alacaqsınız. Bir maşınınızı dəyişmək istəyəcəksiniz, değişəcəksiniz. Biraz səbirli, 6 ayın içində maşınınızı dəyişəcəksiniz. Aldatma oldu, bəlkə də kartla sizi aldatdılar və ya bankla əlaqəli aldanmalarınız oldu, çox üzüldünüz. Artıq üzərvə gəlməyə heç kimə izin verməyəcəksən. Bir təklif gələ biləcək sənə. O təklif gələndə biraz bax, götür qoy ilə, ölç, biç. Bir nöqtəyə gələcəksən, dəqiq bir nöqtəyə. Bəzi çətinliklər ola biləcək, amma doğru addımlar atacaqsan. Yeni səhifə açacaqsan həyatında. Düzdür, tez nəzərə gəlirsən. Diqqətə nəzərə gəl. Bu yaxınlarda toyamı getdin, çoxluq olan bir yerə getdin. Bəlkə də rayon kimi bir yerə getdin. Gələndən sonra görürsən işlərin biraz çətin gedir, çətinliklər var. Biraz nəzərləndin. Bax, maşınla əlaqəli diqqətli olun. Uzaq yola gedib gələndə maşınınız yüngülvari qəza keçirə bilər. Yəni, mən sizə xəbərdarlıq edirəm. Əlbəttə, bəlkə də inşallah ki, olmaz siz bunu biləndən sonra. Biraz maşınınıza diqqət edin. Bir övladınızı qoruyacaqsınız. Nədənsə bir övladınızı qoruyacaqsınız. Ya sağlığınla əlaqəli nə niyyət etmişsinizsə, niyyətiniz qəbul olacaq əzizim. Diqqətinizə görə var olun, sağ olun, çalışın, dualara bağlanın. Yenə deyirəm, zikirlər edin, dualar edin. Əzizlərim, duaları edərək evdə də oturmayın, hərəkət edin. Rozunuzun arxasınca gedin əzizlərim. Məni izləyib, vaxt sərf eləyən bütün izləyicilərimə baş əyib, var olun, sağ olun deyirəm. Vaxtınızı mənə sərf etdiniz. Gözəl cümlələrinizi, kəlmələrinizi, sözlərinizi oxuyaraq, inanın ki, biraz da qolqanad açıram. Biraz da sizlər üçün neysə bir yeniliklər
etməyi düşünürəm. Düzdür, düşünürəm sizlər üçün balaca kiçik belə təmizlənmə işləri aparmaq üçün balaca bir videolar çəkəcəm. İndi zaman ayıracağam ona əzizlərim. Yenə də deyirəm ki, var olun, sağ olun. O atdığınız ürək şəkillərinizə yenə də baş əyirəm əzizlərim. Ana, bacı, qardaş, övladlar, övladım kimi sağ olun, var olun əzizlərim.